Salam, hər vaxtınız xeyir. Bu videoda mənim günəş işığından şirin su, elektrik enerjisi və digər faydalı materiallar əldə etmək üsulları barədə olan ideyamı daha təfərrüatlı izah edəcəm. Əslində qalsa bundan əvvəl də bir video çəkmişdim, amma bu dəfəki videoda daha təfərrüatlı, yəni bütün mexanizmi, bütün müsbət, mənfi cəhətləri, çatışmayan nöqtələri, nələr eləmək lazımdır, necə istehsal eləmək lazımdır, daha təfərrüatlı qaydada izah edəcəm. Ona görə video biraz uzun olacaq. Əvvəlki videoya qısa xatırlatma olaraq ümumilikdə nə təklif edirik, prinsipimiz nədir, iş mexanizmi nədir, o barədə danışmaq istəyirəm. Başlayaq izahata. Deməli, günəş işığı, günəş şüası vasitəsilə yerə enerji ötürür. Bunu biz bilirik. Məsələn, bu zaman həmin o enerji dəniz səthinə düşdükdə dəniz səthindən buxarlanma başlayır. Və təbii ki, buxarlanan həmin su şirin su olur. Və bunun da enerjisi, əslinə qalsa biz bunun enerjisini istifadə edirik. Belə ki, həmin o buxarlanan su sonra yağıntı şəklində yerə tökülür. Belə desək, dağ yamacına məsələn tökülür. Və oradan da yuxarıdan potensial enerjisi olur da, yuxarıdan aşağıya doğru çaylar vasitəsilə gəlir. Biz də o çayların önünü, belə desək, su anbarı tikirik və həmin o su enerjisini istifadə edirik. Yəni, əslində təbiətdə bu mexanizm var. Yəni, günəş işığından şirin su və elektrik enerjisi onsuz da əldə edə bilirik. Amma burada bir təbii dövriyyədən söhbət gedir. Bizim isə elədiyimiz, yəni təklif elədiyimiz qurğu bundan ibarətdir ki, yəni konkret olaraq mən təklif elədiyim qurğunun iş prinsipi buna bənzəsə də, amma müəyyən fərqliliklər və müəyyən mexanizm dəyişiklikləri var. Ümumilikdə mən nə iddia edirəm? Günəş işığı təsəvvür edək, yenə də düşdükdə, məsələn, hər hansı bir quru səthə, tutaq ki, səhrada və yaxud da çöldə və yaxud da binanın başında bir qurğu quraşdırsaq, həmin günəş enerjisini istifadə edərək həm elektrik enerjisi, həm də şirin su əldə edə bilərik. Qısaca desək, əvvəlcə bəsit formasını göstərək həmin qurğunun, daha sonra isə daha təkmil formasını deyək. Qısaca desək, məsələn, çanaq antenası, krosna antenaya bənzər şəkildə bir qurğu olsa, həmin o düşən enerji, belə deyək, müxtəlif bucaqlar altında düşüb, qaydacaq və bir mərkəzdə toplanacaq. Sanki, necə ki, krosna antena peykdən gələn, zəiflənmiş formada gələn siqnalları gəlir, onu bir mərkəzdə toplayır və nəticədə siqnal güclənmiş olur. Və o siqnal sayəsində, belə desək, biz müxtəlif verilişlərə baxa bilirik. Eyni zamanda buradakı mexanizmdə həmin o işıq gəlir və bir nöqtədə toplanmış olur. Sonra isə həmin o işıq bir nöqtədə toplandığı üçün orada yüksək temperatur əmələ gəlir. Bu temperaturun təsiri nəticəsində su buxarlanır və təbii ki, buxarlanmış su nə deməkdir? Şirin su deməkdir. Təbii ki, bunun üçün biz duzlu su, yəni dəniz su götürməliyik və şirin su əldə olunur. Digər yandan, istər duzlu su götürsək, istər şirin su götürsək də belə, bu buxarlanma zamanı buxarın hərəkət qüvvəsi yaranır, yəni kinetik enerjisi yaranır. Və həmin kinetik enerjini istifadə edərək biz hər hansı bir buxar turbininin üzərinə həmin o buxarı, belə deyək də, yönləndirsək, buxar öz kinetik enerjisini həmin o turbinin mexaniki olaraq fırlatmağa sərf edəcək. Nəticədə turbin fırlanacaq. Sonra həmin o turbindən əldə olunan enerji, yəni o hərəkətindən əldə olunan enerji generatorda elektrik enerjisinə çevriləcək. Ümumi qısa mexanizm bundan ibarətdir. Bunu keçən dəfəki videoda da qismən izah eləmişdim. İndi isə daha təfərrüatlı suallar üzərindən izah verəcəm. Çünki mənim təklif elədiyim bu ideyanı uşaqlar startup ideyası kimi təqdim edəcəklər və təbii ki, münsiflərin müəyyən haqlı sualları olacaq. Həmin suallar nələrdən ibarət ola bilər və biz həmin suallara hansı cavabları verməliyik? Yəni, bu mexanizmin, bu qurğunun işləmə prinsipi, müsbət mənfi cəhəti, yarana biləcək problemlər barədə ətraflı məlumat verəcəyik. Bunun üçün isə əvvəlcə təsəvvür eləyək ki, həmin qurğunun ya özünü, ya da modelini hazırlamaq istəyirik.
Özünü hazırlamaq istəsək və yaxud da modelini hazırlamaq istəsək, biz hansı yollardan keçməliyik, onun izahını verək. Biz əvvəlki hissədə dedik ki, çanaq antenası formasında, bu hökmən deyil çanaq antenası formasında olsun. Yəni, sanki hər tərəfdən əyilmiş formada olmağa ehtiyac yoxdur. Əslinə qalsa biz hərbi maşınların üzərində necə ki, belə deyək də, radarlar, lokatorlar var, hansı ki, yarım dairəyə bənzəyir sanki, belə desək. Silindrin bir hissəsi, hər hansı bir silindr götürsək, sanki onun bir hissəsini kəsbsən. Belə bir kəsilmiş formada götürə bilərik. Ona da bənzədə bilərik. Sadəcə fərq bundan ibarət olacaq ki, çanaq sistemində bir mərkəzdə toplanır, yəni bir nöqtədə toplanır. Amma bu cür sistemdə isə, yəni sanki bir lövhəni əyibsən. Siz bunu başa düşmək üçün bir kağızı müəyyən meyilli şəkildə əyməyiniz kifayətdir. Yəni bu şəkildə olsa, onda fərq bundan ibarət olacaq ki, günəş işığı bir nöqtədə yox, bir xətt üzrə toplanacaq. Bir xətt üzrə. Amma bu bizim işimizdə problem yaratmır. Çünki biz suyu onsuz da bir nöqtəyə yox, bir xətt üzrə verməliyik. Və bu da bizim üçün kifayət edir. Çalışacağım ki, əvvəlki videoda olan, ümumiyyətlə bunu başa düşmək üçün əvvəlki videoya da baxmaq lazımdır. Burada çalışacağım yeni məlumatları verim. Deməli, biz necə eləməliyik? Təsəvvür edək ki, bunu hazırlamaq istəyirik. Məsələn, götürdük bir metal lövhə və yaxud hər hansı bir material. Əyilmiş formada olsun, bu şəkildə. Yəni, elə bir, bu təsadüfi əyilmə olmamalıdır. Təbii ki, burada mühəndislik qabiliyyətini işlətmək lazımdır. Təbii ki, modeldə ümumiyyətlə model iş prinsipini göstərmək üçündür. Amma real tətbiq eləsək, nə etməliyik? Ölçülmüş şəkildə, yəni elə eləməliyik ki, müəyyən bir nöqtədə, çünki belə deyək də, qeyri-peşəkar şəkildə hazırlansa, əyri-üyrü olsa və yaxud da ki, hesablanmamış formada, yəni bu artıq mühəndislik təfərrüatlarıdır, hansı ki, işə başlayandan sonra bunu eləmək mümkündür. O zaman işıq müxtəlif nöqtələrdə toplanacaq və yaxud da onun toplandığı düz xətt düzgün formada olmayacaq. Bu da məhsuldarlıq aşağı salacaq və yaxud da ki, əldə oluna biləcək məhsulun miqdarını, belə deyək də, mümkünsə ya enerji əldə eləmək olmayacaq və yaxud da az əldə eləmək olacaq. Ona görə də biz nə etməliyik? Çalışmalıyıq ki, əgər qurğunun özünü düzəldiriksə, professional formada olsun. Yox, modelin düzəldirirsə, sadəcə hər hansı bir, məsələn, kardonu da əymək olar. Üzərinə alüminium, belə deyək də, folye deyirlər və həmin o səthdən də çəkmək olar. Hər hansı bir səth çəkmək olar. Sadəcə iş prinsipini nümayiş elətdirmək üçün. Amma qurğunun özünü hazırlamağa dursa, yəni model özü qurğunun özü əsasında hazırlanır deyə, mən əsasən qurğunun hazırlama prinsipini göstərəcəm. Məsələn, hər hansı bir metal lövhəni yarım silindr, belə deyək, formada əyildi. Bu, indi işığı qaytarmağa hazır vəziyyətdədir. Qarşısında təbii ki, ölçülmüş bir məsafədə müəyyən bir boru. Boru nə çox qalın, nə də çox nazik olmamalıdır. Boru şəffaf da olmamalıdır. Elə metal boru olsa da kifayətdir. Və yaxud da bir tərəfi şəffaf olsa da, digər tərəfi şəffaf olmamalıdır ki, işığı yenidən geri qaytarıb, çünki işıq belə deyək də, gəldi, bir nöqtədə toplandı, təzədən geri qayıdıb, əks olunmasın. Yəni, o nöqtədəcə, bir nöqtədəcə qalsın, həbs olsun həmin işıq, belə desək. Və həmin o işığı biz məsələn, təsəvvür edin, indi günəş işığı düşür. Günəş işığını qırmızı rənglə göstərək. Günəş işığı düşdü, məsələn, səthə və o bir mərkəzdə toplandı. Bu, borunun olduğu istiqamətdə toplandı. Ondan sonra nə baş verəcək? Ondan sonra günəş işığı bir nöqtədə toplandığına görə, həmin o nöqtədəki temperaturun miqdarı yüksələcək və təbii ki, buxarlanmanın intensivliyi də yüksələcək. Biz bir depo götürsək, yəni bir bak deyək, belə desək, onun içərisinə duzlu su töksək. Burada niyə duzlu su deyilir? Əslində şirin sudan da istifadə eləmək olar. Şirin su istifadə eləsək, qarşıda deyəcəyimiz ərk problemi bu başdan aradan qalxmış olacaq. Sadəcə bu zaman biz təkcə enerji üçün, enerji əldə etmək üçün istifadə eləmiş olacağıq. Amma duzlu sudan istifadə eləsək,
Duzlu sudan istifadə etdiyimiz təqdirdə nəinki enerji, həm də əlavə məhsul kimi, daha doğrusu hətta əsas məhsul kimi şirin su əldə edəcəyik. Burada duzlu suyu gətirdiyi, məsələn, bir boru ilə gətirildi, bax buradakı hissəyə birləşdirildi. Və duzlu suyun səviyyəsi elə olmalıdır ki, burada günəş işığının düşdüyü nöqtəyə qədər həmin o su gəlib çıxmış olsun. Ya təbii ki, burada səviyyə bu şəkildədirsə, həmin səviyyədə olacaq. Sonra isə bu borunun digər bir hissəsinin, indi burada kobud formada çəkirəm, amma incə formada bu onun arxasına dərhal geri qayıtmalıdır, əslinə qalsa. Və digər hissəyə keçir. İndi proses necə gedir? Duzlu su buradan, bu hissədən, bu nahiyədən yaxınlaşır buradakı hissəyə. Burada günəş işığı düşür, onu qızdırır, temperaturu yüksəldir və daha sonra buxarlanmış su bu boru ilə aşağıya doğru hərəkət edir. Ondan sonra isə burada qapalı turbin və ya açıq turbin sistemi qurmaq olar. Açıq turbin sistemin o zaman qurmaq olar ki, əgər bizə sırf enerji lazımdır, şirin su lazım deyilsə, onda belə deyək də, açıq turbindən də istifadə etmək olar. Qalan buxarda çıxıb gedəcək kənara. Amma yox, bizə həm enerji, həm də suyun özü lazımdırsa, buradakı buxar həmin o turbini fırlatdı. Sonra isə bu adi hər hansı bir mühərrik, yəni istər sabit cərəyan mühərriki olsun və yaxud da ki, generator deyək, ümumi ad qoyaq generatorlara, generatorun, rotorun hərəkət elətdirəcək və nəticədə elektrik enerjisi əldə olunacaq. Daha sonra isə həmin buxar yenidən boru ilə, belə desək, digər hissəyə, digər yerdə olan bir baka, belə desə, yəni bir depoya yönləndirilsə və təbii ki, o buxarın soyudulması üçün nə etmək lazımdır? İndi bu qurğunu təsəvvür etsək ki, dəniz qırağı bir zonada tikilib və yaxud da ki, eyni sistemlə kanalizasiya suyunu da təmizləmək olar və yaxud da məsələn, hər hansı bir, yəni şirin su olmayan bir mənbənin yanında tikilib. Təbii ki, orada soyuq su var. Həmin o, məsəl üçün, o dəniz suyu istifadə etdiyimiz mənbədən, burada başqa bir mənbədən su gətirib tökürük, vaxtaşırı ki, bu səviyyə düşməsin aşağı. Həmin o mənbədən gələn suyu bu borunun ətrafına keçirdikdə, sanki distillə qurğusunda olduğu kimi, belə deyək də, boru mərkəzdən bu cür göstərməyək, bu cür göstərək. Sanki spiralvari formada mərkəzdən keçir. Ətrafından isə başqa bir, belə desək, boru var. Buradan, bunu əslində düzgün eləmədik, bu hissəsini buranı silək. Təkrar göstərək. Məsələn, belə bir hissədir. Belə bir hissədir. Burada da indi soyuq su daxil olur və təbii ki, burada soyuqla isti arasında mübadilə gedir və buradan ilıq su xaric olur. Və nəticədə buradakı biz verdiyimiz buxar soyuyur və mayeləşir və digər qabda damcı-damcı toplanır. Beləliklə, burada şirin su əldə edilmiş olur. Yəni, eyni zamanda elektrik cərəyanı və şirin su əldə elədik. Sual verilə bilər ki, bəs duzun özü hara getdi? Burada su buxarlanan zaman təbii ki, digər hissəyə buxar keçə bilər. Duz buradan, loro dilində desək, tullanıb digər boruya keçə bilməz. Yəni, duzlu hissə burada olmayacaq. Duz ancaq buxarlanma olduğu zonaya qədər, yəni belə desə, işarə qoysa, bura qədər olacaq. Biz belə eləyə bilərik. Borunu əslində digər bir tərəfini də uzada bilərik. Bu tərəfdən də uzada bilərik. Məsələn, tutaq ki, burada da bir bak qoyarıq yenə bir depo qoyarıq. Burada buxarlanma getdikcə duzlu suyun konsentrasiyası artacaq. Əgər bizə duz lazım deyilsə, onda tez-tez bu suyu dəyişmək lazımdır. Yəni, buradakı suyu bir dənə də boru çəkib, belə deyək, digər borunu qırmızı ilə göstərək. Burada bir dənə də boru çəkib, buxarlanmayan hissəni də təzədən geri verir, məsələn, kənarlaşdırmaq. Məsələn, burada tutaq ki, 10% duzlu suyuydu və burada buxarlanma getdikcə, məsəl üçün, 15% olanda artıq buradan boşaldıldı. Məsəl üçün, kənar bir hövzəyə. Və duzun miqdarını artmağa qoymadıq ki, ərf və digər problem yaranmasın. Bunu belə də eləmək olar. Amma digər yandan mənim tövsiyəm budur ki, yəni, sanki belə desək, bir daşla bir neçə quş, yəni həm enerji, həm su, yəni şirin su, həm də duz əldə eləmək.
Bu proses necə gedəcək? Proses belə gedəcək ki, əgər biz o duzlu suyu dəyişmiriksə, məsələn, tutaq ki, burada su buxarlandıqca duzun konsentrasiyası artır, yəni duzun miqdarı artır və ağır duzlar burada dediyimiz depoya doğru hərəkət edir, yerin cazibə qüvvəsinin təsiri ilə. Və yaxud da ki, geriyə doğru da hərəkət edə bilər. Biz burada əsas məqsəd nədən ibarətdir? Yəni duzun özünü də əldə etmək istəyirsə, artıq bizə o duzun konsentrasiyası o qədər də maraqlı olmur. Təsəvvür edək ki, buxarlanmanın sonunda, indi tam sona çatdırmayacağıq təbii ki, burada. Məsəl üçün 50%-də tutaq ki, konsentrat əldə edirik. Yəni 50%-ə qədər artırılmış formada olan duzlu su əldə edirik məsələn. Onu da təkrar başqa bir qurğuda yenə şirin su əldə edib 50%, 100%-ə çatdırıb duz əldə etmək olar. Və yaxud da burada ümumi bir mexanizm qurmaq olar ki, yəni dəniz suyuna yenidən geriyə depoya qarışmasın. Buradan ayrıca bir boru ilə, hansı ki istiliyin qüvvəsi ilə, belə desək, necə ki istilik yuxarıya doğru hərəkət edir, yəni soyuq sudan fərqli olaraq yuxarı hərəkət eləsin. Belə deyək, borunun artıq iki çıxışı var. Bir buxarı olan çıxışı, bir də isti su olan ayrı bir çıxışı. Hansı ki orada duzun konsentrasiyası da daha çox olmaq şərti ilə. Və qayıdır burada duzu toplayırıq. Və həmin duzdan da hansı məqsədlərlə istifadə eləmək olar? Dəniz duzunun da tərkibində xörək duzu ilə yanaşı əlavə duzlar da var. Əgər o satışa yararlıdırsa, onu satmaq üçün istifadə eləmək olar, yəni məişət məqsədləri üçün. Hətta satışa yararlı olmasa da belə, məsələn, qışda avtomobil yollarına qar yağdıqda, həmin o qarı təmizləmək üçün və ya digər məişət işləri üçün, sənaye işləri üçün və lazım olan digər sahələrdə həmin o duzdan yararlanmaq mümkündür. Yəni artıq bizim əlimizdə enerji də var, şirin su da var, duz da var. Hətta onu deyə bilərik ki, dəniz suyunda, okean suyunda qızıl da daxil olmaqla çox sayda fərqli elementlər var. Həmin o duzun tərkibindən lazım olan elementləri də ayırmaq mümkündür. Əgər sənaye ehtiyacı olarsa, yəni tələbat olarsa. Bu hissəsini qoyaq kənara. Yəni duzun buradan təmizlənməsi prosesi belə gedir. Amma istər-istəməz dəniz suyun tərkibində bəzi kalsium tərkibli və digər tərkiblərdə olan duzlar da var. Təbii ki, bu duzların hamısı kənarlaşdırmaq mümkün olmayacaq. Borunun divarında da qalacaq. Məsələn, bu borudur, təsəvvür edək. Borunun divarında ərp yığılacaq, yəni həmin o duz qalıqları. Bəs bu problemi necə aradan qaldıraq? Bu problemi də bir neçə yolla aradan qaldırmaq mümkündür. Bu sahədə bizə kimya köməyimizə çatacaq. Yəni, bir neçə üsuldan istifadə edə bilərik. Birincisi, vaxt aşırı, yəni hesablamaq olar ki, tutaq ki, burada ərpin müəyyən bir limiti olsa, hansı ki, o limit artıq bunun partlayışı ilə və yaxud da qurğunun dayanması ilə nəticələnə bilər. Tutaq ki, bu olsun 3 gün, məsəl üçün, və yaxud da 30 gün. 30 gündən bir həmin o borunun adi duzlu su ilə və güclü vasitələrlə təmizlənməsi, hansı ki, codluğu təmizləyən xüsusi kimyəvi maddələr də var. Biz 9-cu sinif kimya fənni çərçivəsində biz bunu öyrənmişik, həmin maddələri. Və yaxud da ki, həmin maddələrdən istifadə etməsə də belə, adi hər hansı bir turşudan istifadə etməklə bilir ki, dəniz suyunun tərkibində qələvi xassəli duzlar daha çoxdur. O da orada yığılıb qalıb, məsələn, təsəvvür edək, burada yığılıb qalıb. Biz turşu ilə elə bir formada, belə deyək, müəyyən bir turşu məhlulu əlavə edə bilər ki, dərhal onlara reaksiya girib təmizləyə bilər. Yəni, bu ərpi təmizləyə bilər. Bəs turşunun metalın özü ilə reaksiya girməməsi üçün nə etmək olar? Yenə iki üsul var. 1, 2. Birincisi, metalın özü ilə reaksiya girməyən, metalı passivləşdirən turşudan istifadə etmək və yaxud da ki, inhibitor əlavə etmək. Məsələn, inhibitorlu xlorid turşusu. Bu zaman ancaq o ərpə təsir eləyəcək. Borunun özünə isə təsir eləməyəcək. Və yaxud da mexaniki üsuldan da istifadə etmək olar. Yəni, mexanikiləşdirilmiş təmizləmə vasitələrindən, hansı ki, mexaniki güc tətbiq etməklə, hətta bunu avtomatlaşdırmaq da olar. Bir şərtlə ki, əgər bu qurğunun böyük versiyası düzəldilsə, məsələn, 5 metr diametrli, tutaq ki, versiyası, onda borunu da böyütmək olar, borunun da diametrini böyütmək olar və onu da təmizlənməsi daha rahat başa gələr. Və yaxud da ki, buradakı hissə hökmən deyil, bidəfəmlik qurğu şəklində olsun. Yəni, necə? Mən bunu tam izah edeyim. Məsələn, tutaq ki,
həmin o qurğuda bu boru hissəsi var idi. Orada birləşdirici xüsusi nahiyələr olsun. Yəni biz bu borunu vaxtaşırı dəyişə bilək. Bu borunu tutaq ki, dəyişdik, qoyduq yenisini yenə. Tutaq ki, məsələn, əlimizdə 10 dənə ehtiyat boru var. Hər dəfə dəyişdikcə artıq onu da istifadə olundan sonra istifadə olunmuşları təmizləmək olar və yaxud da ki, yenisin, yəni iqtisadi səmərəliliyindən asılı olaraq yenisin bura quraşdırmaq da olar. Yəni əsas o işçi hissəyə. Borunun onsuz da digər hissəsində buxar keçir, orada duz yoxdur, ərq də olmayacaq. Bu üsullarla ərq problemin və duzun toplanması problemini aradan qaldırmaq və hətta həmin o duzlardan istifadə eləmək olar. Ərqin özündən də, çünki ərqin özündə də tutaq ki, kalsium tərkibli belə deyək də maddələr əldə etmək mümkündür. Yəni sanki bu belə desək, ağacın elə bir ki, süni ağac deyə bilərik, mini santral. Hansı ki, istehsal müəssisəsi. Biz ondan şirin su da əldə edə bilərik. Elektrik enerjisi də əldə edə bilərik. Müxtəlif duzlar da əldə edə bilərik. Və bunun üstün cəhəti odur ki, günəş panelindən fərqli olaraq günəş paneli məsələn tozlanma problemi, günəş panelinin daha sonra digər problemləri də var. Amma və bir də istehsal məsələsi, yəni hər ölkədə günəş panelini istehsal edə bilmir. Yəni istehsal prosesi də bəzən çətin başa gəlir. Amma bu elə bir qurğudur ki, sadəcə güzgü istehsal etməklə və yaxud da ki, yəni refraksiya qabiliyyəti, əks etdirmə qabiliyyəti heç olmasa bir 90%-ə yaxın olan maddələrdən istifadə etməklə biz bunu çox rahatlıqla istehsal edə bilərik. Hətta adi, məsəl üçün, usta belə əlində lazımi ləvazimatlar olarsa, maddi imkanlar da dedikdə əslində çox xərc tələb eləmir. Yəni bu qurğunun tikilməsi təbii ki, ölçüsündən asılı olaraq. İndi biz bunu qarşıdakı hissədə ətraflı izah eləyəcəyik. Deməli, bir problemi izah eləmiş olduq. Keçək digər problemə. Günəş işığı kifayət qədər elektrik və şirin su əldə eləməyimizə kifayət eləyəcəkmi? Bu da çox maraqlı və məntiqli sualdır. Əvvəlcə onu deyək ki, əgər qurğunun diametri, ümumiyyətlə qurğunun diametri nə qədər böyük olarsa, əldə olunan enerji və əldə olunan buxarın, yəni şirin suyun miqdarı da daha çox olacaq. Məsələn, təbii ki, həmin o qurğunun 10 metr diametrində tiksən, düzəltsən, təbii ki, daha çox şirin su, daha çox enerji və daha səmərəli olacaq. Amma təsəvvür eləyək ki, o böyüklükdə qurğu istehsal etmək istəmirik. Yəni səmərəli deyil. Az xərclə daşına bilən və daha çox belə deyək, onun tutaq ki, müəssisəsini qurub seriyalı istehsal etmək istəyirik. Onda nə etmək olar? Onda təsəvvür eləyək ki, məsələn 1 metr diametrli, 1 metr, hətta məsəl üçün 20 sm diametrli versiyalar işləyərmi yoxsa yox? Bunun üzərində çalışaq. Əvvəlcə 1 metr, yəni orta diametrini götürək. Yüksək diametrli, məsələn 10 metr, 20 metr olsa, bu aydın məsələdir ki, artıq şübhəsizdir ki, həmin o qurğu işləyəcək, şirin su da verəcək və elektrik cərəyanı da verəcək. Orta diametri, məsələn 1 metr, adi krosna antena, 1-2 metr deyirlər. Krosna antena, çanaq antenasının ölçüsündə olanları nə qədər enerji verər və nə qədər su verər. Ümumiyyətlə bu qurğu işləyər, işləməz, onun üzərində düşünək. Təsəvvür eləyək ki, məsələn, hətta lap kiçik diametr, məsələn 20 sm diametri olsun. Yenə də bunun üzərinə günəş işığı düşür. Yenə də bir nöqtədə toplanır. Yenə də buradan boru keçir. Və təbii ki, burada temperatur yüksəlir və buxarlanma da gedir. Hətta nəinki 20 sm, 2 sm belə olsa yenə buxarlanma gedir. 2 mm səthə də, məsələn, dəniz suyunun, dəniz səthinin üzərindəki lap belə nöqtə boyda olan hissəyə də günəş işığı düşəndə buxarlanma gedir. Fərq sadəcə miqdarda olacaq. Yəni, 20 sm-lik bir diametrdə olan qurğunu tiksək, miqdar olaraq bəli çox az olacaq. Məsələn, tutaq ki, damcı-damcı, milliqram su yığılacaq. Amma yenə də şirin su əldə olunacaq. Təsəvvür edək ki, məsəl üçün, iri diametrli olanda, məsəl üçün, sutkada məsəl üçün, 1000 litr əldə olunursa, xırda diametrli olduqda isə sutkada lap 1 litr olsun və yaxud da nə bilim 200 millilitr olsun, yenə də şirin su əldə olunacaq. Və istənilən halda elə dəniz səthinə düşən qədər, hətta ondan da çox. Niyə görə? Çünki dəniz səthinə düşən işıq təkcə səthdəki suyu buxarlandırmır. Onun dərin qatlarına da gedir.
və yəni həmin o şüanın müəyyən qismi boşa getmiş kimi olur. Və digər yandan bir yandan geriyə qayıtma da var. Bu çox enerji sərf olunur və əsas məsələ budur ki, temperatur həddi var ki, məsələn tutaq ki, əgər səthdəki molekulu 20 dərəcəyə qədər qızdırırsansa, bunu məsələn 5-i buxarlananda 3-ü də geri qayıdacaq. Yəni tam buxarlanma getməyəcək belə desək. Amma temperaturu biz bir mərkəzdə topladığımız üçün məsələn 200 dərəcə, nə bilim 2000 dərəcə və s. təbii ki, indi o dərəcədə deyə bilərsiniz ki, su 100 dərəcədə buxarlanır. Məsələn deyirik, yəni orada temperatur o dərəcəyə qədər qalxmır. Sadəcə verilən enerji sürətlə buxarlanmaya səbəb olur. Və istənilən halda itkilər daha azdır və ümumiləşdirsək, qısaltsaq, deyə bilər ki, dəniz səthində olandan daha çox buxarlanma gedəcək. Minimum dəniz səthi qədər gedəcək. O halda bizim qurğunun nə qədər kiçik olması problem yaratmır. Sadəcə problemli nüansı oldu ki, az su əldə olunur. Və bu təbii məntiqdir. Əgər 100 metr diametrli qurğu tiksən, təbii ki, onda daha çox su, 10 metrdə ondan daha az, 1 metrdə daha az, 10 santimetrdə lap az, 1 santimetrdə ondan da az olacaq. Bu təbiidir. Və o halda bunun, yəni ölçünün şirin su əldə olmasına bir maneəsi var? Xeyr, maneəsi yoxdur. Tövsiyəm odur ki, 1 metr və daha yüksək diametrlərdə qurulsun. Ki, miqdar həm də daşınma cəhətdən də 1 metrlik qurğunun daşınması da problem deyil, nə də ki, həmin o qurğunun istehsalı da problem deyil. Belə desək, material həcmi ümumi kütləvi istehsala götürülsə, hətta həmin bir qurğunun başa gəlməsi gülməli ədədlər, gülməli miqdarda xərc tələb eləyəcək. Məsələn, necə ki, biz hər hansı bir cross antenanı tutaq ki, 15-20 manata alıb gətirə bilirik, sırf çanaq hissəsini belə deyək. Bənzər xərclər çıxacaq. O boru hissəsi də borulardır, sonra müəyyən su depolardır və s. Yəni, hara belə deyək də, nə qədər xərci artırsan artır, əgər sırf yerli və seriyalı istehsal olursa, yəni çox saylı istehsal olursa, xərc minimumda olacaq. Yox, belə də emalatxana səviyyəsində xırda istehsal olsa, yenə də belə, onsuz da məsəl üçün emalatxana səviyyəsində günəş paneli istehsal edə bilmirdik. Bunun üçün xüsusi texnologiya lazım idi. Amma bu sadə texnologiya olduğu üçün yenə daha rahat istehsal edə bilirik və xərcləri də o qədər kəskin olmayacaq. Çünki bizə lazım olan metallarda hər hansı bir metaldan istifadə edə bilərik. Günəşin işığını geri qaytaran, yəni işığı geri qaytara bilən hər hansı bir maddə, material, misal güzgü və yaxud da ki, indi bahalı olduğu üçün gümüşdən misal göstərmirik, yəni ucuz bir materialdan istifadə edə bilərik. Borularda adi borulardan istifadə edə bilərik və s. Turbini də düzəltmək asandır. Mühərrik hissəsinin, motor hissəsində hazır versiyasını alıb yerinə qoymaq olar. Yəni, burada əslində kəskin bir problem yaranmamalıdır. İndi isə bu şirin su hissəsini başa düşdük. Bəli, nə qədər kiçik olsa o qədər az əldə olunacaq, nə qədər böyük olsa o qədər çox əldə olunacaq. Amma istənilən halda əldə olunacaq, su əldə olunacaq. Suyun əldə olunmaması, yəni kiçildi, qurğu dayandı deyə bir söhbət yoxdur. Məsələn, kiçildi və qurğunun işləməsi dayandı. Belə bir şey, belə bir problem ola bilməz. Bəs yaxşı, elektrik cəhətdən onda problem yarana bilərmi? Gəlin bunu da üzərində düşünək. Mən niyə görə ədədləri ifadə eləmirəm? Çünki mən əslində ədədlərlə təcrübə aparmamışam. Məsələn, hər hansı bir bu qurğunu düzəldib, oturub təcrübədən keçirdib, enerjinin miqdarını, kilojolun hesablayıb tam ortaya qoymamışam. Ən yaxşı halda süni zəkadan, süni intellektdən istifadə və yaxud da internetdən araşdırıb müəyyən rəqəmlər təklif edə bilərəm. Amma bu rəqəmlər reallığa nə dərəcədə uyğundur, ona təminat verə bilmərəm. Amma təbii ki, araşdırma aparmışam və mən belə qane olmuşam ki, hansı ki, Gemini'dən də, ChatGPT-dən də, Google-dan da, müxtəlif saytlardan da araşdırmam nəticəsində mən qane olmuşam ki, bəli, bunun işləmə prinsipi, yəni əldə olunacaq enerji, hansı ki, günəşdən əldə olunan enerji bu qurğunu işlətməyə bəs eləyir. Yəni, bu rəqəmlər mən araşdırmışam müəyyən qədər. Amma yenə də mənim təklifim rəqəmlərdən çox mahiyyəti izah eləmək və qane eləmək. Necə ki, bayaq dedik, qurğunun kiçilməyi, buxarlandırmanı dayandırmır. Sadəcə olaraq miqdarı azaldır və miqdarın azalması da elə düz mütənasib şəkildə olacaq. Yəni, nə qədər çox bölsən, 5 dəfə bölsən 5 dəfə çox su, 5 dəfə kiçilsən 5 dəfə az su olacaq. Və bu da təbii məntiqdir və
məsələ də burasındadır ki, qurğunun işləməsinə xələl gətirmədiyi üçün deməli bu problem sayılmır. Bəs yaxşı enerji cəhətdən necə? Enerji cəhətdən isə təsəvvür edək ki, iri ölçülü olsa, enerji əldə etməkdə problem yaranmayacaq. Orta ölçülü olsa, enerji əldə etməkdə problem yaranarmı? Təsəvvür edək, orta və kiçik ölçülü. Buxar az əldə olunsa, təbii ki, turbini fırlatmaq üçün kifayət qədər qızmış su, yəni kifayət qədər çoxlu buxar lazımdır. Buxarın miqdarı azaldıqca isə turbini fırlatmaq, yəni mikro turbinlərdən istifadə edilməz, yəni çox kiçik turbinlərdən, həssas turbinlərdən. Bu birinci üsuldur problemi aradan qaldırmağın. Və yaxud da təsəvvür eləyək ki, bizim texnologiyamız ona çatmır, xırda turbinlər, kiçik turbinlər istehsal eləyə bilmirik və yaxud da onun səmərəliliyi təsəvvür eləyək ki, azdır. Yəni məsəl üçün tutaq ki, bizə 1 volt enerji verir, bizə də o lazım deyil məsələn. O halda nə etmək olar? O halda qızmış buxarı, yəni hələ təzə çıxmış buxarı soyutmadan müəyyən bir yerdə depolamaq olar. Artıq buxar deposunu da biz quraq. Bunun ümumi mexanizmi loru dilində izah edək əvvəl. Təsəvvür elə şpris kimi. Necə ki, onun silindri var, içərisində porşeni var. Buxarı ora doldurub yavaş-yavaş bunun hissəsini təbii ki, içərisində doldu məsələn. Və yaxud da ki, biz bunu bənzədə bilərik qaz balonuna. Necə ki, qaz balonuna biz qaz doldururuq, o formada. İndi təbii ki, buxar isti olduğu üçün yüksək təzyiqlə dolmağa başlayacaq. Və dolduqca müəyyən müddətdən bir, məsələn, hər 1 dəqiqədən bir, məsəl üçün. Tutaq ki, biz əldə edirdik 1 millilitr buxar. Onu da biz kiçik turbindən keçirmək istəmirdik. 1 dəqiqə ərzində doldu, məsələn, oldu 60 milli. 60 milli artıq daha çoxdur. Və nəticədə vaxtaşırı turbini fırladacaq, belə deyək də, boşaltma prosesi. Yəni 1 dəqiqə dolur, sonra 1 dəqiqədən bir anidən boşalır, fırladır və sonra yenə 1 dəqiqə dolmağa başlayır. Qısaca desək, yəni buradakı texnoloji mahiyyət odur ki, buxarın toplanması, təbii ki, bu o demək deyil, saatlarla toplamaq. Saatlarla toplasan, təbii ki, o buxar orada soyuyacaq və onun enerji vermə, yəni potensial, kinetik enerjisi azalacaq və o enerji verə bilməyəcək. Burada məna ondan ibarət ki, müəyyən bir müddət buxarı toplayıb, təzyiqi daha çox çoxaldı, miqdarı çoxaldı, müəyyən müddətdən bir turbinin fırlanmasını təmin eləmək. Bəs yaxşı, bu anlıq enerji verməyəcəksə, onun da əhəmiyyəti nədir? Əhəmiyyəti bundan ibarətdir ki, biz həmin o enerjini də akkumulyatorda toplaya bilərik. Yəni təbii ki, bu halda biz bundan məsələn ev şəbəkəsinə qoşa bilmərik. Onsuz da əgər biz kiçik ölçülü qurğudan söhbət gedirsə, kiçik ölçülü qurğunun verdiyi enerji də onsuz da evi təmin etməyə kifayət etməz. Ona görə də bu problem yaratmır. Yəni istənilən halda kiçik qurğu olsa da belə buxarın toplanma mexanizmi, toplanma qurğusu istifadə olunarsa, yəni buxarı toplayıb vaxtaşırı xaric eləmək, daimi xaric eləmək yox. Hansı ki, bəzi belə deyək də yük maşınlarında görürsüz, bəzən məsələn bir neçə deyək, bir neçə saniyədə bir, müəyyən müddətdən bir, müəyyən bir səslə, püskürməli səslə belə deyək də egzoz qazlarını xaric eləyir. Sanki ona bənzər şəkildə qaz toplanır, buxar toplanır, müəyyən müddətdən bir xaric olunur. Bu şəkildə də istifadə eləmək olar. Və yaxud da ki, seçim eləmək olar. Məsələn, biz bu qurğudan nə üçün istifadə eləyə bilərik? 1. Elektrik enerjisi. 2. Şirin su. 3. Məsələn, duz. Bizə hansı önəmlidir? Biz hansını istəyirik məsələn? Əgər biz şirin su çatışmazlığı olan bir regionda olarıqsa, məsələn, tutaq ki, Ərəbistanda bu qurğunu qururuq, səhrada bu qurğunu qururuq, bizə əsas şirin su lazımdır məsələn. O halda biz bunun turbin hissəsi ilə və digər hissəsindən çox şirin suyun əldə olunma hissəsinə daha çox diqqətimizi ayıracaq. Yox, əgər məsələn biz tutaq ki, yaşayırıq, məsələn, elektrikin tələb olunduğu yerdə. Bizə şirin su o qədər önəmli deyil. Məsələn, tutaq ki, çay kənarıdır, bolda şirin su var. O halda biz şirin su öncəliyi ortadan qalxır. Artıq həmin o qurğuda dəniz suyundan, duzlu sudan yox və yaxud da kanalizasiya suyundan yox, şirin sudan istifadə edirik. Məsələn, ərk problemi aradan qalxır və turbini təzədən qapadıb enerjinin bir qismini də soyutmağa və o içəridə təzyiq yaratmağa sərf eləmirik. Açıq turbin qururuq. Belə deyək də, yəni həmin o buxar təzədən qayıdıb bir də soyuma prosesinə girməməlidir və daha elektrik məhsuldarlığı daha çox artır. Çünki bizə elektrik lazımdır. Və yaxud da bizə duz lazımdırsa, indi təbii ki, yəqin ki, duz o qədər də önəmli olmaz. Sadəcə bu yan məhsullardan biri kimi baxmalıyıq. Yəni həmin o qurğunun
həmin o qurğudan əldə olunan duzun belə deyək də, bayaq dediyimiz kimi asfaltda, müəyyən digər zonalarda və s. istifadə olunması, müxtəlif məqsədlərlə istifadə olunması üçün istifadə edəcəksə, onda duz əsas qabarıq. Yəni bu üç məqsəddən hansı daha çox bizə lazımdırsa, ona uyğun funksiyasını qabartmaq. Məsələn, şirin su lazımdırsa, demək kiçik ölçülü də eləyə bilərsən. Yox, sənə elektrik daha çox lazımdırsa, maksimum böyütməyin daha çox lazımdır ki, depolanma prosesinə belə dedi, o buxar orada depolananda orada da soyuma gedir qismən. Təbii ki, o məsələn saniyələr içində baş vermir buxarın soyuması. Amma ümumilikdə götürsək, buxarı bir də onu da nəzərinizə çatdırın ki, hər hansı bir qaz nə qədər kiçik bir nöqtədə toplanırsa, o qədər belə dedi, temperaturu içəridə məsələn tutaq ki 100 litr var. 100 litr əlimizdə buxar var, qaz var və yaxud da hər hansı bir isti qaz var. Onu biz balaca 1 litr hissəyə toplasaq, təbii ki, istiliyi tükisi olacaq. Digər yandan həmin o temperatur dəfələrlə artacaq. Yəni artıq buxarın kinetik enerjisi o qədər çox olacaq ki, turbinin də daha şiddətli fırlanmasına səbəb olacaq. Yəni bizim burada əsas məqsədimiz nədən ibarətdir? Hədəf nədirsə, şirin sudur, elektrikdir, duzdur və ya hər nədirsə, ona uyğun formada biz qurğunu hazırlaya bilərik. Və yaxud da ki, hədəf daşına bilən qurğu hazırlanmaqdırsa, ona uyğun ölçülərdə və yaxud da ki, hədəf stabil stansiyaların qurulmasıdırsa, məsələn, hər hansı bir ərazidə, günəşli ərazidə ilin tutaq ki, 9 ay ora günəş düşür. Onda stabil orada qurğuların hazırlanması, məsələn, orada qurulması prosesi gedə bilər. Hansı ki, iri ölçülərdə 5 metr, 10 metr diametr ölçüsündə qurğular hazırlana bilər və bu proses o qədər çətin də deyil. Əslində qalsa sadəcə olaraq, məsələn, təsəvvür edək ki, biz indi belə bir sual verirsə ki, 10 metrlik qurğu hazırlamaq istəyirik, onun stansiyasını tikmək istəyirik. Onda necə eləyəcəyik? 10 metrlik güzgü necə tapacaq? Əslində 10 metrlik güzgü istehsal eləməyə ehtiyac yoxdur. Yenə də taxtadan, dəmirdən və yaxud da hər hansı bir materialdan 10 metr hissəni tikildi. Sonra üzərində balaca güzgülər də qurula bilər. Qoyula bilər üzərində. Yəni məsələn, güzgünün tutaq ki, diametri 10 sm olsun. Hökman deyil ki, 10 metrlik güzgü istehsal edəcək. 10 sm güzgüləri yüzlərcəsini düzüb yan-yana düzəndə elə həmin 10 metrlik qurğu alınacaq, səth alınacaq. Sadəcə bu zaman biz elə ölçməliyik ki, onun yenə də burada mühəndislik lazımdır. Yəni məsələn, ya müəyyən meyillilikdə olmalıdır, təbii ki, həmin o güzgülər artıq kəskin meyillilikdə yox, cüzi meyillidə olmalıdır ki, mərkəzə toplaya bilsin və yaxud da ki, mərkəzdəki turba, məsəl üçün, mərkəzdəki turba tutaq ki, 5 sm diametrindədirsə, onda güzgülər də elə 5 sm olsa heç bir problem olmayacaq. Onları yan-yana elə düzəcəyik ki, dairəvi formada məsəl üçün alındı və hər güzgüdə öz ölçüsü boyda günəş şüasını geri qaytarır. Məsələn, bu da 5 sm-dir, bu da 5 sm və nəticədə turbanı qızdıra biləcək. Beləliklə biz bir neçə suallara cavab tapdıq. Əvvəla, qurğunun onsuz da necə işlədiyi, necə qurulduğu mən əvvəlki videoda izah eləmişdim. Burada da təkrar qısaca izah elədim və uzun təkrarçılığa yol vermədim. Çalışdım problemli nöqtələr, əslində problemli nöqtələr yox, hansısa münsifin, yəni bu işə baxan insanın narahatçılıqları belə deyə də ifadə edə bilər ki, bu çatışmır, bu olsa nə olar? Hansı ki, biz o çatışmazlıqları, ehtimali çatışmazlıqlar, suallar ortaya qoyduq. Birincisi, ərb, coduluq və duz problemin izah elədi və göstərdi ki, bu şiddətli bir problem yaratmır. İkincisi, günəş enerjisi bunu işlətməyə kifayət edəcəkmi? Bunu izah elədik. Yəni, üçüncüsü, qurğunun ölçü məsələsi, nə boyda qurğu olmalı? İndi model qoyanda ortaya, model tutaq ki, 5 sm model də ola bilər. Balaca ələ sığan model də ola bilər. Nə bilim, 20 sm çapında bir model də ola bilər. Amma real həyatda nə boydası düzəldilməlidir? Bunu da izah elədik. Dedi, istənilən ölçüdə hazırlamaq olar. Təbii ki, tövsiyə olunan ölçü daha böyük olması. 1 metr və daha yüksək. Nə qədər böyük olsa o qədər yaxşı. Amma kiçik qurğunu belə işlədiyin, isbat elədik. Təkrar eyni şeylər demək istəmirəm. Videonun əvvəlində bunu izah elədik. Daha sonra hansı suallar ortaya çıxa bilər? Əslində qalsa artıq ortalama bir münsifin verməyəcəyi suallar. Hansı ki, texniki biliyi yüksək olan, belə deyə də, fizika, kimya, dəqiq elmlərdən biliyi yüksək olanlar verəcəyi sualları. Artıq mən o sualları verim.
belə desək, özümə sual verib o sualları cavablandırmaq. Ki ehtimal var ki, məsəl üçün bunu indi bu ideyanı nəzərdən keçirən insanlarda bu sual %1 ehtimalına yarana bilər. Misal üçün suallardan biri belə olsun. Günəş bilir ki, bir yerdə qalmır. Məsələn, hər hansı bir ərazidə günəş çıxır, şərqdən çıxır, müəyyən bir müddət sonra qərbdə batır. Yaxşı, bu halda biz həmin o qurğuda stabil bir yerdə olsa, onda bucaq altında düşəcək müxtəlif ən şiddətli vaxtı, məsələn, günorta vaxtı, düz günorta olan yerdə olsa, günorta məsələn günəşin durduğu yerə baxsa, ən şiddətli buxarlanma o zaman gedəcək. Bəs necə eləyək ki, biz bunu maksimalizə eləyək? Yəni buxarlanmanın miqdarını artıraq. Bunu necə bacara bilərik? Bunun üçün həmin o qurğunun iki tərəfinə günəş sensorları, işıq sensorları qurmaq olar. Və yaxud da ki, qurğunun içərisində elə bir dəhliz belə desək, məsəl üçün belə deyək, kölgə, məsələn, kölgənin istiqamətindən, məsələn, tutaq ki, qurğuda kölgəyə düz istiqamətdə olmalıdır. Biz bilirik ki, budur. Kölgənin yerini dəyişən kimi xüsusi həssas sensor qoymaq və yaxud da işığa həssas sensor qoymaq şərti ilə, sensor qoymaq şərti ilə günəş işığı hərəkət etdikcə bu qurğunun da dönməsini təmin eləməsi. Yəni çanaq antenasına bənzər şəkildə deyə bilərsiniz, yaxşı, bunu onda çox böyük motor lazımdır. Xeyr. Məsələn, nə cürdür? Reduktor, yəni belə desək, çarx prinsipi ilə yanaşsa, günəş birdən-birə belə deyək də 1 saniyə içində gedib yerini dəyişmir ki, bu müəyyən zaman alır da. Saniyə belə dəqiqə-dəqiqə, yavaş-yavaş o proses gedir. Deməli, həmin o qurğunu da yavaş-yavaş döndərən bir mühərrik kifayətdir. Və bunun üçün çox xırda bir qurğunun ölçüsü ilə müqayisədə dəfələrlə, min dəfələrlə kiçik bir mühərrik götürsək, məsələn, adi vibrator belə desək, telefon vibrasiyasını yaradan mühərrik boyda bir mühərrik məsələn götürürük. Təsəvvür edək. İndi bunu təbii ki, ölçmək, hesablamaq. Yəni bu işin 90% mühəndislikdir. Bu ideya olaraq ideya verilir. Yəni bu ideyanın işləmə prinsipi, qurğu necə hazırlanmalı, necə olmalıdır. Amma konkret praktik artıq istehsala keçəndə 100 ölçüb bir biçib bütün ölçüləri nəzərə almaq lazımdır. Təbii ki, kütləvi istehsaldan öncə də birinci nümunə istehsalı olmalıdır. Yəni emalatxana səviyyəsində, sonra kütləvi istehsala başlamaq lazımdır. Nəysə, indi biz təsəvvür edək ki, kiçik bir motordan istifadə edirik. Onun çarxların elə bir formada düzürük ki, çarx sistemi ilə də belə deyək, bu 100 dəfə məsəl üçün fırlananda və yaxud da belə deyək də, buradakı o kiçik mühərrik 1000 dəfə fırlananda artıq elə olsun ki, ən axırıncı çarxda məsəl üçün 10 dəqiqədə bir dəfə fırlansın məsəl üçün. Onda nə olacaq? Onda balaca mühərrikin belə gücü çatacaq. Yəni o qurğunu fırlatmağa gücü çatacaq. Bunu əslində təfərrüatlı izah eləməyə zərurət görmürəm, çünki sadə fizika biliyidir, belə desək. Yəni belə deyə də, necə ki, hər hansı bir istinad nöqtəsinə, məsələn, tutaq ki, bu istinad nöqtəsinin hər iki tərəfində 1 metrdir və biz burada bir 10 kiloqramlıq çəki qursaq, bunu 10 kiloqram hiss eləyəcək. Amma bunu qolun uzatdıqca artıq o bizə 3 kiloqram, 1 kiloqram, 1 qram kimi qədər uzada bilər. Məsələn, belə bir söz var, mənə istinad verin, dünyanı qaldırım. Bu da o prinsipə əsaslanır. Yəni çarxın, artıq bu çox sadə hissədir, yenə də izah edirəm ki, yəni bu da problem kimi götürülməsin. Yəni çarxın mərkəzi hissəsi kiçik çarx olur və yaxud da ki, belə götürək də. İri çarxdan xırda çarxa, belə bir məsəl üçün qayış sistemi ilə göstərək. Biraz kobud çəkdir. Qayış sistemi ilə. Məsələn, bu 100 dəfə fırlanır da, bu 1 dəfə fırlanır. Amma bunun məsəl üçün gücü məsəl üçün deyək, tutaq ki, 5 Newtondur, bunun gücü isə olacaq 500 Newton. Yəni, qısaca, kiçik bir mühərriklə belə həmin o qurğunu günəşə uyğun istiqamətdə fırladaraq günəşə, sanki günə baxan kimi günəşə baxmasın və daimi maksimum enerji əldə olunmasını təmin etmək olar. Amma əslinə qalsa, bu Azərbaycan və ümumiyyətlə şimal ölkələr, daha çox şimala uyğun olan ölkələrdə daha çox zərurətdir. Məsələn, Afrikanın ortasında, səhrada gün çıxandan batana qədər, nə bilim, 50 dərəcə, 70 dərəcə, 90 olmaz, 30 dərəcə, 40 dərəcə və s. yüksək temperatur olan yerlərə qursaq, burada sadəcə, belə desək,
mərkəzə toplama problemi ortaya çıxacaq. Başqa bir problem yox. Ona görə də o mərkəzdəki borunu da hərəkət elətdirmək olar. Yəni məsələ o deyil ki, sadəcə bu çanağı bütövlükdə hərəkət elətdirəsən. Mərkəzdəki boru, məsələn, tutaq ki, silək bunu, daha ətraflı izah eləyək. Məsələn, bu stabil yerində qalıb. Günəş də məsələn buradadır hal-hazırda. Burada düşəndə məsəl üçün belə deyək, odak fokus nöqtəsi olsun bura, bu istiqamət. Günəş yerin dəyişdi. Ortada olanda artıq fokus nöqtəsi olur bura. Yəni mərkəz, işığın mərkəzi. Günəş yenə yerin dəyişdi, fokus nöqtəsi oldu bax bu istiqamət. O halda bütün qurğunu çevirmədən də, yəni yenə deyirəm, bu çevirmə prosesi əslinə qalsa çox enerji tələb edən bir şey deyil. Sadə bir mexanizm, çox kiçik motor və sensorla bunu idarə etmək çox asandır. Burada indi proses necə gedir? Həmin o mərkəzdəki borunu xüsusi yolla bu şəkildə çevirmək mümkündür. Hətta heç bir sensora ehtiyac qalmadan da eləmək mümkündür. Necə? Məsələn, bilirik ki, tutaq ki, müəyyən bir ərazidə, məsələn, 12 saat günəşdə olacaq. İçərisində daxili saat mexanizmi olsa, məsələn, 12 saat ərzində həmin o boru hərəkət eləməlidir, məsələn. Yenə də çox kiçik bir motorla yavaş-yavaş millimetrin, nə bilim, 1/1 qədər yavaş-yavaş hərəkət elə özü hərəkət edir avtomatik, belə deyək də 12 saat ərzində necə ki günəşin fokuslandığı nöqtə dəyişir, o da ona uyğun şəkildə dəyişir. Heç nə sensora ehtiyac qalmır, nə də ki başqa bir problem yaranmır. Sadəcə fokusuna bunu digər arxa tərəfdən də ona uyğun eləmək olar. Yəni heç sensorsuz da sadəcə saat mexanizmi ilə. Bilir ki, məsələn, saat 10-da günəş bu istiqamətdə olacaq, 12-də bu istiqamətdə, 15-də bu istiqamətdə və o halda biz nə edirik? Elə eləyirik ki, ona uyğun şəkildə hərəkət eləsin. Günəşin zamanın dəyişməsində bunu elektronlaşdırmaq da olar. Və yaxud da ki, yenə zamanın dəyişməsinə uyğun olaraq da sadəcə elə bir mexanizm hazırlamaq olar ki, çarxın özün ölçüsünü dəyişərək və yaxud da ki, qayışın ölçüsünü dəyişərək və yaxud da ki, içərisindəki hər hansı bir mexanizmin, hansı ki, o saniyə ölçənin, taymerin zaman hesablama intervalını dəyişərək onu yay və qış rejiminə də uyğunlaşdırmaq olar.